taking the world, you'll see. They'll be calling me, calling me. They'll be calling me royalty. Best to give me your loyalty, 'cause I'm taking the world, you'll see. They'll be calling me, calling me. They'll be calling me royalty. Agromen kanalına xoş gəlmisiniz. Uzun bir aradan sonra axır ki möhtəşəm bir video ilə yenə qarşınızdayıq. Bugünkü videomuzun qonağı isə Azərbaycanda da nadir tapılan Massey Ferguson brendinin ən böyük və ən lüks modellərindən sayılan 9S 425 modelidir. Gəlin vaxt itirmədən texnika ilə yaxından tanış olaq. Texnikamızın ölçüləri ilə başlasaq. Texnikamız olduqca nəhəng bir texnikadır. 9S Massey Ferguson'un ən böyük gövdə modellərindən biridir. O ön hissəsində 9 onu işarə eləyir ki, gövdə olaraq ən böyük modeldir. Uzunluğu 5.6 metr, eni 3.1 metr, hündürlüyü isə 3.41 metr təşkil eləyir. Və bu nəhəng texnikanı hərəkətə gətirmək üçün texnikada sıralı 6 silindrli 8.4 litr həcmində motor istifadə olunub. Bu motor 313 kW-lıq və 425 at gücü hasil edə bilir. Maksimal torku 1750 nanometrdir. Texnikamızın nominal at gücü 404 at gücüdür. Amma üzərindəki motor ehtiyac olduqda 425 at gücünə qədər hasil edə bilir. Və bu gücü təkərlərə ötürmək üçün texnika Massey Ferguson'un özünün yaratdığı və özünün inkişaf etdirdiyi Dyna VT ötürücü ilə təchiz olunub. Bu ötürücü və motorun inteqrasiyası sayəsində bu traktor minimal yanacaq sərfiyyatı ilə maksimal güc əldə edə bilir. İcmalımıza mənim gözümdən davam eləyək. Texnikanın ön təkər ölçülərindən başlayaq. Texnikamızın ön təkər ölçüləri 650-60 R34-dür. Bəzi kompektasiyalarında, deyək bundan daha full kompektasiyalarında ön təkərlər üçün də, arxa təkərlər üçün də əlavə havanı tənzimləyən bu hissədə əlavə avadanlıq olur. Kompektasiyadan asılıdır və bu avadanlıq sayəsində siz texnikanın içində oturaraq texnikanın təkərlərinin havasını tənzimləyə bilirsiniz. Bu da nə işə yarayır? Sahədə təkərləri boşaldaraq yer tutumunu artıra bilərsiniz. Yola çıxdıqda isə təkərlərin havasını artıraraq daha təkərlərin aşınmasının qarşısını ala bilərsiniz, yanacaqda ekonomiya eləyə bilərsiniz və s. Davam eləsək, texnikanın yanacaq bakı 660 litr yanacaq tutur və bu Euro 5 standartı olduğuna görə bu motoru əlavə olaraq AdBlue bakı da var burada. AdBlue ilə istifadə edirsiniz. AdBlue tankı da belə deyək 68 litr AdBlue tutur. Texnikaya əyləşmək üçün 5 ədəd pilləkən əlavə olunub bakın sağ tərəfinə. Burada belə bir maraqlı hissə var. Bunu göstərim sizə. Burada elektrik çıxışıdır. 12 volt elektrik çıxışı var burada, 30 amperlik. Bir ədəd işıqdır pilləkəni işıqlandırmaq üçün. Əlavə olaraq burada belə bir hissə var. Bu nə işə yarayır? Bu hava kompresorunun girişidir. Bura hava kompresorunun borusunu taxaraq burada istifadə edə bilərsiniz. Yəni borunu gətirdiniz, bura taxdınız. Təmizlik üçün ola bilər, hava filtrinin təmizliyi üçün ola bilər və başqa məqsədlər üçün ora gətirib borunu taxaraq istifadə etmək mümkündür. Davam eləyək texnikanın arxa təkər ölçüləri ilə. Arxa təkər ölçüləri 710-75 R42-dir. Texnikamızın ümumi ağırlığı arxa təkər ağırlıqlarına gəlməmiş 12 tondur.
və əlavə ağırlıqlarla və ya əlavə qoşqularla texnika 16 tona qədər ağırlığı daşıya bilir. 16 ton ağırlıqla isə yolda 50 km/saat sürətlə hərəkət edə bilir. Davam eləsək texnikanın arxa təkərində olan ağırlıqlarla. Arxa təkərində bir ədədinin çəkisi 250 kq olan 4 ədəd ağırlıq var. Yəni bu o deməkdir ki, 1 ton, yəni 1000 kq, hər təkərdə 1000 kq ağırlıq var arxa təkərlərdə. Texnikanın ümumi görüntüsü bu şəkildədir. Sol tərəfdən görüntüsü. İşıqlandırılması ilə davam eləyəcəm, birazdan işıqlarından danışacağam. Texnikanın hər tərəfində LED işıqlandırılma fənərləri mövcuddur. Davam eləyək texnikanın arxa görüntüsü ilə. Texnikanın arxasında sol tərəfdə və sağ tərəfdə krılonun arxa hissəsində əl çatan ölçüdə texnika nəhəng bir texnika olduğuna görə arxa təkəri təxminən 2 metr hündürlüyündədir. Bu düymələri aşağı yerləşdiriblər. İnsanın əli, istifadəçinin əli rahat çatır. Burada arxa qolların aşağı və yuxarı hərəkəti, orta qol uzadıb və qısaltmaq üçün olan silindiri və bu hissədə gördüyünüz zvomu işə salmaq və söndürmək üçün olan düymə əlavə olunub. Texnikamızın arxa tərəfi ilə davam etsək, texnikamız kabinin arxa tərəfində amortizatorlarla təchiz olunub və bu amortizasiya sistemi vasitəsilə texnika daha komfortlu bir istifadə vəd eləyir. Mən fikirləşirəm ki, kənd təsərrüfatı texnikalarında olmalı ən önəmli bir mövzudur bu kabin amortizatorları. Çünki insanın sağlamlığı üçün bu çox önəmlidir. Eyni şəkildə rahatlığı üçün. Rahatlıqdan əlavə sağlamlıq üçün. Çünki traktorlarda heç bir amortizasiya sistemi olmur və amortizasiya sistemi olmayanda da belə deyək, kələkötü yerlərdə işləyərkən çox problem yaradır və bu çox gözəl bir özəllikdir. Mən inanıram ki, bir çox texnikada bu amortizasiya sistemi özəlliyi əlavə olunacaq. Daha sonra burada kiçik bir bakı var. Bu bak nə üçündür? Bu tank. Bu yağ çıxışlarından axan artıq yağ gedir yığılır ora. Yəni buraları batırmır, yerə dağılmır, gedir ora yığılır. Yan qol, arxa qolu yandan tənzimləmək üçün belə bir qol əlavə olunub. Düşünürəm ki, bu biraz nəzikdir, ölçüsü biraz incədir, amma ki Avropa texnikalarının dəmiri ilə digər texnikaları müqayisə edəndə bu dəmir olduqca keyfiyyətli olur. Ona görə fikirləşirəm ki, bu hesablanıb və bura əlavə olunub. Arxa qolu isə kifayət qədər qalınlıqdadır. Mexaniki olaraq qolların hər iki tərəfin aşağı-yuxarı tənzimləməsi mexanikidir. Bəzi modellərdə və bəzi komplektasiyalarda burada silindr əlavə olunur, amma ki bunda mexanikidir. Eyni şəkildə orta qolda mexanikidir. Hazırda gördüyünüz model tam fulldan bir aşağı komplektasiyadır. Bütün belə deyək, qollara yağlamaq üçün yerlər əlavə olunub. Bunları müntəzəm yağladıqda problem çıxarma riski çox aşağı düşür. Ağır qoşqular qoşmaq üçün burada çəki dəmiri deyirlər. Ən ağır qoşquları qoşmaq üçün və bu şəkildə bunun pimi var. Basaraq qaldırırsınız. Bu şəkildə əlavə olunur. Bundan baxıb öz texnikanıza da bu şəkildə əlavə edə bilərsiniz. Yəni altında hər hansısa bir pim yoxdur. Pim bu şəkildədir. Və kiçik qoşqular qoşmaq üçün belə bir qoşqusu var. Bu da buradan tənzimlənir. Ölçüsü. Və əlavə olaraq bir ədəd də qoşqu üzərində verilir. O da bura taxılır. Bu da kiçik qoşqular qoşmaq üçün nəzərdə tutulub. Davam eləsək yuxarı tərəfdən bir ədəd işıqlandırma fənəri buradadır. Orta qolu saxlamaq üçün belə bir qoşqu əlavə olunub. Burada da bir işıq. Arxa aqreqatlar üçün, ağıllı aqreqatlar üçün qoyulmuş bir ədəd çıxış. Elektrik çıxışı işıqları üçün əlavə olunmuş. Tormoz çıxışları, əylək çıxışları yəni. Daha sonra 6 ədəd hidravlik yağ çıxışı var. 3 cüt bir tərəfdə, 3 cüt bir tərəfdə. Bunlar bu şəkildə açılır, qapaqları. Heç biri bir-birinə mane olmur açılanda və bu şəkildə çıxıntılı qoyulmaqları bu borunu bura qoşarkən rahatlıq təmin eləyir. Gözəl fikirləşilib bu da. Əlavə olaraq digər qoşqular üçün olan yağ və hava çıxışları da bura əlavə olunub texnikamıza. Texnikamızın sağ qapısı açılmır, bağlıdır. Və davam eləsək, burada gözəl bir özəllik var. Açıla bilən belə bir cib var burada.
Bu hissəni açdıqda üzərində Massey Ferguson'un bir ədəd açar dəsti, açar qutusu və əlavə olaraq arxa qurtağızı sistem qolların şarikləri əlavə olunub. Bu şəkildə açarla da bağlanır bu hissə. Daha sonra burada bir ədəd pilləkən var. Pilləkənin bu pimi çıxardaraq pilləkəni aça bilirsiniz yuxarı çıxmaq üçün. Burada da hidravlika tankı var. Və bu texnikanın çox gözəl özəlliklərindən biri tüstü borusu deyək, qul filteri heç bir şəkildə içəridə maneə yaratmır. Görüntüyə bir maneə yaratmır. Və bu texnika Euro 5 olduğuna görə, AdBlue ilə istifadə olunduğuna görə əlavə olaraq tullantı qazlarının təmizlənməsi üçün avadanlıqlar var. Və bütün bu avadanlıqlar bu tüstü borusunun alt hissəsinə yerləşdirilib. Səs boğucunun alt hissəsinə yerləşdirilib. Ona görə də görüntüyə heç bir məhdudiyyət yaratmır. Səs boğucu da tam olaraq, yəni tüstü borusu tam olaraq dirəyin künc tərəfinə yerləşdirildiyi üçün içəridən indi görsədəndə heç bir problem yaratmır və görüntüyə heç bir maneəçiliyi olmur. Davam etsək texnikanın ön tərəfi ilə ön askı sistemini göstərirəm sizə. Texnikamızın ön askı sistemi bu şəkildədir. Və təkərin üzərində qoruyucu krilo dediyimiz təkərlə birlikdə dönür. Daha sonra texnikamızın ön tərəfində 2300 kiloqramlıq belə bir ağırlıq var və qeyd edeyim ki, ön hissəsində də qoşqu hissəsi var. Ön hissəsinə də istənilən aqreqatı qoşmaq mümkündür. Bu hissədə ön qoşqu qollarının aşağı-yuxarı hərəkəti və hidravlik orta qolun uzanıb qısaldan düyməsi yerləşdirilib. Eyni şəkildə elektrik çıxışı yerləşdirilib və yağ çıxışı yerləşdirilib. Bu hissədə isə üst komplektasiya modellərdə ağırlı aqreqatlar üçün, ön hissəyə qoşulan ağırlı aqreqatlar üçün içərdən idarə panelinə gedən kabel qoşqusu olur. Hazırda bu modelimizdə yoxdur. Və ön hissədə qurtağızı sistemdir. Silindirlər də bu şəkildə yerləşdirilir. Əlavə olaraq da 345 kiloqram da daxili ağırlığı var. Texnika ümumi olaraq 16 ton ağırlıqla 50 km/saat sürətlə hərəkət edə bilir. Üzərində GPS sistemi var zavoddan və işıqlandırılma fənərləri var. Texnikanın motorxanasına keçmədən öncə kapotunda belə bir detal göstərilirsə, bu hissə boşdur. Bu hissədə bir üst komplektasiyada kamera sistemi olur. Hazırda bu texnikamızda, videosunu çəkdiyimiz texnikada kamera sistemi yoxdur həmin hissədə. Kapotu açarla açılır. Bu şəkildə belə bir açar var. Təbii ki, açar istifadə eləməmiş belə bir dəmirləmi, belə bir başqa bir alətləmi kapotu açmaq mümkündür. Bunu bura salıb itələdiyiniz vaxtı kapot açılır. Bu şəkildə. Motorxananın üst hissəsindən müdaxilə edəcəyiniz heç nə yoxdur. Üst hissə tamamilə bağlıdır. Ön hissədə isə radiatorlar yerləşdirilib. Kondisionerin radiatoru, intercooler, yağ radiatoru, su radiatoru sıralı olaraq yerləşdirilib. Ön hissədə kapotla radiator arasında olan boşluğun çox olması da soyutmanın daha yaxşı təmin olunmasına şərait yaradır. Motorxananın sol tərəfində turbo yerləşdirilib bu şəkildə. Turbo bu hissədədir. Onun üstündə hava filtri yerləşdirilib və yan tərəflərdə müxtəlif enşələrdir, kompresor və s. yan tərəflərində yerləşdirilib. Filtrlərdir. Təmir aparmaq biraz çətin ola bilər, çünki yan tərəflər açılmalıdır, təkərlər mane ola bilər, məsafə biraz azdır. Keçək sağ tərəfinə. Sağ tərəfində də eyni şəkildə kondisionerin kompresoru, hidravlika yağ tankı yerləşdirilib burada, baçoku. Müxtəlif filtrləri, beyin hissəsi bu şəkildə yerləşdirilir. Bosch firmasına aid üzərində beyin var. Və texnikanın ən önəmli detallarından biri texnikanın kabinası ilə motorxanası arasında məsafə var. Təxminən 20 sm qədər məsafə var.
Bu məsafə sayəsində bu təmizləyici şüşəsilə şotka rahat hərəkət edə bilir ümumi olaraq. Görüş bucağı çox rahat görsənir və belə deyək də, digər modellərlə nisbətən Massey Ferguson bir çox modelində artıq bu məsafə var, amma bu 20 sm olması səs baxımından çox yaxşı izolyasiya təmin edir ki, salona texnikanın səsi gəlmir, motorun səsi gəlmir və istiliyi gəlmir. Bu önəmli bir detaldır və motor üçün xeyri ondan ibarətdir ki, soyutma daha yaxşı təmin olunur. Çünki artıq kabinaya dirəşmir. Məsafələrin çox olması motorun da soyudulmasının daha rahat belə deyək, olmasına şərait yaradır. İndi isə çoxlarınıza maraqlı olan salonunu göstərək. Texnikanın içinə minmək üçün 5 ədəd pilləkən qalxmaq lazımdır. Salonu olduqca genişdir. 2 ədəd oturacağı var, bir köməkçi üçün və sürücü üçün. Sürücü oturacağına əyləşdikdə görüntü tam olaraq bu şəkildədir. Hazırda texnikanı mənim gözümdən görürsünüz. Davam etsək. Ümumi olaraq texnikanın sükanı, yolu aşağı, yuxarı, aşağıdakı pedal sayəsində hərəkət edir. Bu şəkildə ön hissəyə qədər gedir və bura qədər gəlir. Sükanı olduqca rahatdır, ələ yatımlıdır, gözəl bir sükanı var. Sükanın ön tərəfində bu hissədə dörtlü işıqları yandırmaq üçün avarenni dediyimiz qəza işıqlarını yandırmaq üçün olan düymədir. Onun alt hissəsində hava çıxışlarıdır, üst hissəsində isə bir ədəd cib var. Bu şəkildə bura əşyalarınızı qoya bilərsiniz. Davam etsək. Dönmə işıqlarının açarı və yaxın və uzaq işıqlar. Qısaca desəm, dani, bileşni və pavorotniklər bu hissədə yerləşdirilib. Rolun sağ tərəfində siqnal, səs siqnalı və ön şüşəsilərinin hərəkəti yerləşdirilib. Sol tərəfində isə irəli, geri və park əyləci, içnoy dediyimiz park əyləci burada yerləşdirilib və irəli, geri hərəkət də buradadır. Skors dediyimiz bu hissədədir. Park əyləcini buraxdıqdan sonra bunu irəli-geri hərəkət etdirə bilərsiniz. Sükanla işimiz bitdi. Onun aşağı hissəsində yenə havalandırmaları yerləşdirilib. İşıqların açarı, işıqları yandırıb söndürmək üçün bu hissədədir. Daha sonra pedalları, 4 ədəd pedal var. Bu qaz pedaldır. 2 ədəd tormuz və 1 ədəd mufta var. Muftaya ehtiyac olacaqmı? Heç inanmıram. Çünki mufta ümumiyyətlə istifadə olunmur texnikada. Avtomatik ötürücü olduğuna görə tormuzlar ayrı-ayrılıqda, hər təkərin öz tormuzu var və qaz pedaldır. Əlavə hər hansısa bir pedal yoxdur texnikanın üzərində. Dirəkdəki ekranın idarə paneli isə sükanın sol tərəfində yerləşdirilib. Bu şəkildə bunu idarə edə bilərsiniz. Ekranda da görünür. Mən hərəkət etdirdikcə ekranda baxın, bu hissədə kiçik göstəriciləri görə bilirsiniz. Burada işlədiyiniz ərazinin hektarına qədər göstərir. Çünki texnika zavoddan GPS sistemi ilə təchiz olunur. Keçək digər ekrandakı məlumatlara. Bu ekranda siz texnikanın ümumi bir çox məlumatlarını əldə edə bilərsiniz və idarə edə bilərsiniz. Arxa qollar olsun, hidravlika çıxışları olsun, hidravlikanın sürəti olsun. Daha sonra burada blokirovka kilidi, işıqlar. Baxın, bu joystickin göstərəcəm indi bu nə işə yarayır. Multimedia olsun, arxa qolların idarəsi olsun, hər şeyi buradan idarə edə bilirsiniz. Bunu istifadə elədikcə ətraflı şəkildə öyrənəcəksiniz. Davam eləsək.
Bu qol nə işə yarayır? Bu qola siz istədiyiniz funksiyanı əlavə edə bilirsiniz. Məsələn, mən buradan F3-ə qoyuram ki, diskli mala istifadə edirəm. F3-ə qoydum ki, diskli malanı qaldır. F3-ə basan kimi diskli mala qalxacaq. Onu mən özüm təyin edirəm. H3-ə, H3+-ə istədiyim funksiyanı qoyuram. H4-ə və burada boş düymələr. İstədiyim funksiyanı ya da funksiya qoyuram ki, bunu bu şəkildə eləyəndə diskli malanın təkərini qaldırsın. Bu şəkildə eləyəndə də diskli malanı ümumi qaldırsın. Bu funksiyanı buradan ekrana əlavə edirəm. Sıranın başına çatdım, təkərini də qaldırmaq istəyirəm, pirsepkanı da qaldırmaq istəyirəm. Belə bastım, ikisi bir yerdə qalxır. Yəni, ya da ki, arxada elə bir aqreqat istifadə edə bilərəm ki, bunu 4-5 yerində silindr olsun. Hərəsinə bir funksiyanı qoyuram, bir joystickin üzərində hamısını həll edə bilirəm. Yəni, başqa heç nəyə bu yağ çıxışlarını istifadə etməyə ehtiyac qalmayacaq. Davam edəsək, bu isə texnikanın ümumi hərəkət joystickidir. Burada da F1-ə, F2-yə müxtəlif funksiyalar əlavə eləmək olar. Burada arxa hidravlik qolların aşağı-yuxarı hərəkəti, əl qazı dediyimiz qazı stabil saxlamaq üçün bunlara da mən müxtəlif funksiyalar qoya bilərəm, əlavə edə bilərəm. Məsələn, ön hissəsinə qoşqu qoşa bilərəm və bu qoşqunu buradan idarə edə bilərəm və bir çox funksiya əlavə edə bilərəm bunu. Eyni şəkildə zavod GPS avtomatik hərəkət funksiyası ilə təchiz olunduğuna görə burada auto düyməsi var. Auto düyməsinə bastın, artıq rolu özü tutur. Yəni siz belə deyək, ərazini böldünüz. Baxın, burada hektarına qədər hər birini göstərir. Arxa aqreqatın ölçüsünü yazdınız, hər birini. Avtomatik autoya basan kimi rol düz getməyə başlayacaq, dönməyəcək heç yerə. Düz şot tutmaq üçün gözəl bir funksiyadır, əlavə olunub zavod olaraq. İləri-geri hərəkətdir burada. Eyni şəkildə bu da iləri-geri hərəkətdir, qazdır. Əl qazıdır bu şəkildə. Bu da sabitləməkdir. Neytraldır, arxa VOM-un avtoya qoşulmasıdır və s. Bu düymələr də bura əlavə olunub. Blokirovka kildidir və arxa blokirovkanı avtomatik eləyən kiliddir. Yəni, buksavata düşəndə, təkərlər yerində fırlanmağa başlayanda bu avtomatik özünü qoşur. Eyni şəkildə ön təkərlərin qoşqusudur, yəni ön peridokun qoşqusudur. Buna bastınız, yenə avtomatiki də var, buksavat eləyəndə qoşulsun ya da həmişə qoşulsun. Bu düymələrdən bunu tənzimləyə bilirsiniz. Bu joystickin kilit düyməsidir. Bu düyməyə basdıqda bu joystick işləməyəcək. Yol gedəndə buna basırsınız ki, təsadüfən əliniz dəyər və aşağı düşə bilər. Ona görə bunun kilit düyməsi qoyulur. Arxada arxa və ön yağ çıxışlarının elektronlu, bunlar hamısı sadəcə düymədir. İdarə paneldə ayrı-ayrılıqda. Arxa qolların mövqeyidir. Hansı hündürlükdə də yansınlar buradan tənzimləyirsiniz ya da söndürürsünüz. Bu hissədə olan düymələr multimedianın düyməsidir. Səsi artıran, səs əzaldan, musiqini dəyişən, zəngi, bluetooth funksiyası olduğuna görə zəngi açmaq, səssiz düyməsi burada əlavə olunub. Eyni şəkildə işıqlandırılması, ön sayrışan, texnikanın ümumi sayrışan işıqları, miqalkası. Burada menyu kondisionerin menüsüdür. Mən buna basdıqda, bu düyməyə basdıqda avtomatik kondisionerin menüsü açılır və burada tənzimləyə bilirəm. Arxa VOM-un qoşqusudur və ayıran düyməsidir. Əlavə olaraq telefon və digər avadanlıqları şarj etmək üçün, zaryadkaya qoymaq üçün 2 ədəd USB çıxışı qoyulub, 12 voltluq çıxış qoyulub. Yenə bu hissədə arxa qolların aşağı yuxarı hərəkəti və kilidləməsi də bu düymə bura əlavə olunub. Bunları kilidlədikdə yolda gedərkən bunu basırsınız, bu kilidlənir və istifadə olunmur. Davam etsək texnikamızda yuxarı hissədə multimedia ekranını görürsünüz. Yəni maqnitofonu, Continental markasına məxsus bir maqnitofonu var. Burada belə bir cip var, kiçik bir cip. Bu hissədə tam dolu komplektasiyalarda güzgülərin avtomatik hərəkəti olur. Hər ikisində uzanması, qısalması. Bunda həmin funksiya yoxdur hazırda. Daha dolu paketdə həmin funksiyada əlavə olunub texnikamıza. Texnikamızın daha sonra burada belə bir cibi var. Burada stəkan qoymaq üçün cibləri var. Bu hissədə ağıllı qoşqular, lazer mallar və s. üçün olan çıxışlar da arxadan qoşdunuz elektrik çıxışını ya da ön tərəfdən qoşdunuz. Oradan da kabel vasitəsilə bura məsələn ekranını qoya bilərsiniz. Ya da ki əlavə bir GPS sisteminiz varsa onun ekranını bura qoyursunuz və o kabel vasitəsilə oradan gəlir, qoşulur avtomatik olaraq.
belə açılan bir elektrik yuvası var burada. Burada peydaxana telləri və s. görə bilirsiniz. Qısa qapanma olduqda rahat şəkildə təmin edə bilirsiniz. Davam edəsək texnikamızın sol tərəfi ilə. Sol tərəfində belə bir oturacaq var, köməkçi üçün rahat bir oturacaqdır. Qapısı çox böyükdür, sol tərəfi qapıdır, sağ tərəfi ümumiyyətlə açılmır. Sol tərəfi qapıdır. Qapının üst hissəsində işıqlandırılması var. Bir də daha dolu kompektasiyalarda üst hissədə lük olur, açılır. Hazırda bunda yoxdur o da. Bu hissədə belə bir stəkan qoymaq üçün cibi var və bura həm də barda çoxdur, bura açılır. Bu şəkildə. Və burada havalandırmaları var. Aşağı hissəsində isə onun filtri var. Arxa hissədə heç nə yoxdur. Oturacağın hərəkəti mexanikidir. Bel hissəsi, irəli, geri, aşağı, yuxarı hamısı mexanikidir bu hissədən. Amma daha dolu kompektasiyalarda bunun elektron olanı, qızdıranlı, soyudanlı olan funksiyaları var. Hətta qızdıran bunda var, soyudan yoxdur. Sidenyanın bu hissəsində, oturacağın bu hissəsində oturacaq qızdırıcısı var, amma soyuducu yoxdur. Daha dolu kompektasiyalarda soyuducu ilə də əldə etmək mümkün. Texnikamızı işə salaq, sürüşündən danışaq, sürüş hisslərimizdən danışaq. Şanı özümüzə tərəf çəkdik. Eyni şəkildə oturacaq hərəkət etdikdə yan paneldə sizlə birlikdə hərəkət edir. Bu şəkildə. Texnikanı işə salmaq üçün mufta pedalına basmaq lazımdır, transmisiyaya. Təhlükəsizlik üçün bu funksiyanı əlavə ediblər. Rolun yüngüllüyündən danışmağa ehtiyac yoxdur, onsuz da bu texnika üçün bunu danışmağa heç belə deyək, ehtiyac da yoxdur. Texnikaya əyləşdik, işə saldıq, hər şey qaydasında. İndi hərəkət eləmək istəyirik. Bu gördüyünüz power shuttle oldu. Bunu irəli hərəkət etdirdik. Buradan da belə deyək, tənzimləyə bilirsiniz ötürücünü bu hissədən. Və bu hissədə də rüçnoydu. Bu da rüçnoydu. Üzərinə də yazılıb. Və ya mən heç qaz vermirəm, ümumiyyətlə, nə də tormuz vermirəm. Hər birini buraxdım. Texnika skorstadır, nə qaz vermirəm, nə tormuz vermirəm. Sadəcə joystiki irəli hərəkət elətdirirəm. Texnika hərəkətə gəlir. Bu o deməkdir ki, sürəti siz seçirsiniz, qazı texnika özü seçir. Yəni, mən 5 sürətlə hərəkət eləmək istəyirəmsə, 5 sürətə uyğun qazı texnika özü verəcək. Ən yanacağın ekonom olan vaxtı hansı qazdırsa, məsələn, texnika 5 sürətlə hərəkət eləmək üçün deyək ki, 3-cü skorsunun 2000 obrotu ilə hərəkət eləməlidir. Onu texnika özü avtomatik seçir, avtomat korobka olduğuna görə. Sizə ehtiyac qalmır və sizə minimal yanacaq sərfiyyatı verir. Güzgüləri aydın şəkildə görünür, hər tərəfi rahat görürəm. Görüş bucağı olduqca rahatdır. Heç nə mənə mane olmur, nə tüstü borusu, nə heç nə mənə mane olmur. Joystick irəli itələyirəm, sürət artır. Və joysticki geri çəkirəm. Texnika dayanır. İrəli itələyirəm. Gedir. Özü düzəldir rolu. Rolu özü tənzimləyir. Tormuzdan dayanmaq istəsəm, tormuz verirəm. Geri hərəkət eləmək üçün isə geri hərəkətə basıram.
Joystickdən istifadə eləməyəcəyiniz vaxtlarda muftadan istifadə edirsiniz. Mufta o zaman lazımdır sizə. Amma belə joysticklə istifadə edirsiniz irəli və joysticklə irəli və joysticklə geri. Joystickin arxa tərəfində də düymə var bu hissəsində və oradan da belə deyə ötürücünü tənzimləyə bilirsiniz. İrəli, geri. Beləliklə Aqromen kanalından bugünlük bu qədər. Əgər video xoşunuza gəlsə, aşağıda like işarəsi var. Oradan videonu bəyənməyi, əgər xoşunuza gəlmədisə bəyənməməyi, eyni şəkildə belə videoların davamlı gəlməyini istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın. Bizi eyni şəkildə, eyni adlı olan TikTok kanalımızdan və Instagram kanalımızdan da izləyə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Gələn videolarda görüşənədək. Xudahafiz.